Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bildiyiniz kimi səfər ayı artıq daxil olub, səfər ayını yaşayırıq. Səfər ayı çox ağır aylardandır. Bu ayda sədəqə verilməsi tövsiyə olunur. Baxın, bu ayda bir çox hadisələr baş verib. İstəyirəm o hadisələrdən birinə toxunum. İmam Hüseyin əleyhissalamı və əshabını şəhid edəndən sonra Yezidin əmri ilə İmam Hüseyin əleyhissalamın yaxınları əsir alındı. Onlara çoxlu zülmlər olundu. Onları kəcavəsiz dəvələrə mindirərək şəhər bə şəhər, mənzil və mənzil gəzdirdilər. Gətirib çıxartdılar Şama. Səfər ayının əvvəlindən Şama daxil oldular. Baxın, Əhl-i Beytə ən çox zülm olunan yer Şam şəhəri oldu. Çox müsibətli bir günlər oldular üçün. Hətta İmam Səccad əleyhissalamdan soruşurlar ki, ağa, Kərbəla səfərində sizə ən ağır müsibətli yer harda oldu? Ən ağır müsibət sizə harda oldu? İmam buyurdu, Əş-Şam, Əş-Şam, Əş-Şam. Şamda. Çünki Şamda imama çoxlu şəmadətlər olundu, zülm olundu, incidirdilər imamı. Çünki Şam şəhəri imamın fəzilətlərindən xəbərdar deyildilər. Muaviyyənin təsiri altında olan bir şəhər idi. Yezidin əks təbliğatı nəticəsində Şamlılara elə təbliğat olunurdu ki, bunlar düşməndirlər, xaricidirlər, xəlifəyə qarşı çıxıblar, kafirdirlər, ona görə bunları biz əsir tutmuşuq. Elə təbliğat aparılmışdı Şam əhalisi üçün. Ona görə də onlar Şamda çox zülm olundu. Onlara şəmadat edildi. Hətta əsirləri gətirdilər, Şama daxil etdilər, məscidin pillələrində saxladılar. Bir yaşlı kişi imama baxıb dedi ki, Allah həmd olsun sizi öldürdü və fitnəni aradan qaldırdı. İmam o yaşlı kişiyə belə buyurdu, Quran oxumusan mı? Dedi, bəli. İmam buyurdu, Quranda Qul la əsəlukum aleyhi əcrin illəl məbəddətə fil qurbah ayəsini oxumusan. Ayənin mənası belədir. De, biz bunun müqabilində, yəni risalətin müqabilində yaxınlarıma, qonlarıma məhəbbətdən başqa bir mövzu istəmirik. Dedi, o yaxınlar bizik. Sonra imam buyurdu, İnnəmə yuridullahu liyuzhibə ankumur ritsə əhləl beyti və yutahhirakum təthira ayəsini oxumusan, Allah sizi əhl-i beytdən bütün çirkinlikləri təmizləmək və sizi pak etmək istəyir. O şəxs dedi, bəli, bu ayəni oxumuşam. İmam buyurdu, əhl-i beyt bizik. O şəxs əlini göyə qaldırıb belə dedi, İlahi, mən Peyğəmbər ailəsinin düşmənlərindən və onları öldürənlərdən sənə sığınıram və onlardan uzaq olduğumu bildirirəm. Belə dua elədi. Baxın, o şəxs bilmirdi bunlar kimlərdir. Çünki əks təbliğat etmişdi. Amma İmam Səccadın bu cür söhbətləri, xanım Zeynəbin xütbələri səbəbindən Yezidin əməlləri ifşa oldu, Yezid rüsvay oldu və elədiklərindən də peşman oldular. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.